Daxili İşlər Nazirliyindən bir müraciət. Bu dəfə kirayə ev axtaran tələbələrə müraciət etdi Daxili İşlər Nazirliyi. Nazirliyin məlumatını diqqətinizə çatdıracaq. Qeyd edək ki, bugün 28 avqust tarixidir. Belə ki, yeni tədris ilinin başlanmasına az müddət qaldığından paytaxtda və ölkənin müxtəlif bölgələrində təhsil alacaq tələbələrin kirayə mənzil axtarışı da artıb və bu vəziyyətdən istifadə edən dələduzlar müxtəlif elan platformalarında saxta kirayə mənzil təklifləri yerləşdirərək vətəndaşları aldadırlar. Belə hallarda dələduzlar adətən mənzilin münasib qiymətə kirayə verildiyini bildirir, evi saxlamaq adı ilə əvvəlcədən beh tələb edir və vətəndaş pul vəsaitini göndərdikdən sonra isə elan sahibi ilə əlaqə yaratmaq mümkün olmur və telefon zənglərinə, eləcə də mesajlara cavab verilmir. Bir daha vətəndaşlara, xüsusilə tələbələrə çağırış eləyərək mənzili görmədən elan sahiblərinin kimliyini və mənzilə dair məlumatları dəqiqləşdirmədən heç bir halda əvvəlcədən pul vəsaiti göndərilməsin deyir. Həmçinin bazar qiymətindən xeyli aşağı məbləğə təklif olunan mənzillərə təcili beh göndərin, başqa müştəri gözləyir kimi ifadələrlə bəzi vətəndaşı tələsdirən şəxslərə qarşı xüsusi diqqətli olmaq tövsiyə olunur. Belə bir halla qarşılaşdıqda isə dərhal polisə məlumat verin deyə Nazirliyin müraciətində bildirilir.